Turizm eksperti Rəhman Quliyev bizimlə olacaq. Rəhman müəllim, xoş gəlmişsiniz. Sabahın bu çağında səfa gətirmişsiniz. Çox sağ olun. İlk sualım belə olacaq ki, necə gəlmişsiniz? Çünki bu saatlarda adətən paytaxtımızda tıxac olur. Rahat gələ bildinizmi? Rahat gəldim, bəli. Çox şükür. Trafik deyildi, yəni Bir belə də, çox gözəl. Fərqində sizə hava anidən isindi bizdə. 2 gündür artıq may ayına xas hava hesabı eləmək olarmı bilmirəm. Və nəyə görə bunu deyirəm? Ümumiyyətlə biz Azərbaycanlılar olaraq daha çox istirahəti, dincəlməyi yay mövsümünü gözləyirik. İşimizi, məzuniyyətimizi ona görə tənzimləməyə çalışırıq. Və dünyanın amma müxtəlif ölkələrində, məsələn, Avropada insanlar daha çox qış turizminə üstünlük verirlər. Onlar qar olan bölgələrə üst tuturlar və s. Nəticə etibarilə biz turizmlə danışacağıq, turizm məsələlərlə danışacağıq. İlk növbədə bu sualı verim. Son günlər regionda baş verən o hadisələr, negativ hadisələr, İran ətrafında cərəyan edən hadisələr fonunda elə Azərbaycanımıza da turist axımında bir xeyli azalma müşahidə etdik. İndi insanları təbii ki, qınaya bilmərik, dünyadakı insanları. Bunlar təhlükəsizlik baxımından bu addım atdılar. Hal-hazırda bir canlanma varmı ölkəmizə gələnlər turist arasında? Bəli, burada doğru vurguladınız. Azərbaycanın bütün dünya turizmi, Dünya Turizm Şurasında açıqlamasına görə bu yaxın şərqdə baş verən, Körfəz ölkələrində baş verən bu silahlı münaqişə dövründə bir gündə bütün dünya turizmisinə 600 milyon dollardan çox zərər dəydi. Təbii ki, burada Azərbaycanın da payı vardı bu zərərdə. Yəni, nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Körfəz ölkələrindən gəlirdi. İndi artıq bilirsiniz, müharibə ilə əlaqədar olaraq həmin Körfəz ölkələrinin hava limanı birbaşa olaraq bağlıdır. Yəni, turistlər... Hələ də bağlı olmağa davam edir. Bəli, müəyyən qədər açılıb, yəni müəyyən bir məhdudiyyətlər var və yaxud da ki, qismən açılan hava limanları var. Amma yəni məhdud sayda hava limanında aviakompaniyalar məhdud sayda çalışır. Bu da o deməkdir. Yəni, Azərbaycana hələ ki, uçuşlar yoxdur. Yəni, Körfəz ölkələrindən, düzdür, Dubay şəhərindən var, yəni az bir sayda, o da zəruri uçuşlar həyata keçirir. Onun da istiqaməti çox uzaqdır. Onu da deyim ki, yəni Bakıdan Dubaya indiyə qədər 2 saat 50 dəqiqə, 3 saata uçurdu. İndi artıq 5 saat yarıma uçur. Yəni burada həm aviakompaniyanın xərcləri çoxalır, həm məsafə uzanır. Yəni birbaşa reys həyata keçirilmir, belə mi? Bununla mı qaynaqlıdır? Əslində uzun məsafə qət eləyərək keçirir. Yəni bilirsiniz, İran səmalarını, hava məkanından keçərək əvvəl gedirdi Körfəz ölkələrinə. Artıq indi belə deyək, Türkiyə üzərindən çox aşağı bir, uzun bir məsafə qət eləyərək təhlükəsizlik məqsədi ilə bu addım atırlar. Uzun məsafəyə gətirib çıxardır. Bu da təbii ki, aviakompaniyaların çox belə deyək, gözlənilməz xərcləri çoxalır. Burada aviabiletlərinin də qiyməti qalxır. Yəni ümumi olaraq, yəni turist proqramı üçün, yəni bir balaca belə deyək də uyğun deyil. Əslində zəruri uçuşlar həyata keçirmək üçün bəli, bundan istifadə eləmək olar. O da məsələn belə deyək, daha öncə Dohaya uçuşlar var idi, birbaşa uçuşlar vardı. Qiymətlər də çox uyğun idi. Amma indi Dohaya getmək üçün 5 saat yarım Dubaya uçmalısan, oradan bir də 1 saat təzə yenidən Dubaydan Dohaya uçmalısan. Bu uzun bir məsafədir. Yəni bu da turist baxımından, turist gediş-gəlişi baxımından yəni müəyyən qədər çətinliklər yaradır. Bəli də, ümumiyyətlə dünya iqtisadiyyatına bu böyük bir zərərdir. Bu Amerika ilə İran arasında hazırda danışıqlar gedir. Yəqin ki, tam olaraq məsələ öz həllini tapdıqdan sonra bu hava məkanları açılacaq, insanların gediş-gəlişi daha rahat olacaq. Belə deyək də, o üfüqdə o günəşi görürük. Biz hesab edirəm ki, yaxın aylarda bu məsələ öz həllini tapacaq. Yenidən həmin o turist mübadiləsi təkrarlanacaq. Azərbaycanda turizmi də canlanacaq. Canlanacaq. Elə avia şirkətlərdən, uçuşlardan çox söz düşmüşkən, bir çox aviakompaniyalarda biletləri qaytararkən nəyə görə fərqli cərimələr tətbiq olunur? Ümumiyyətlə, fərq nədən asılıdır və vətəndaşlar nə etməlidir ki, minimum cərimə ilə o vəziyyətdən çıxa bilsin? Bəli, çox düzgün sual verdiniz. Bu çox aktual bir mövzudur və hər zaman vətəndaşlarımızı bu narahat edir, bu cərimə tətbiqləri. Mən tam əminliklə deyə bilərəm ki, aviakompaniyalar bilet alarkən, qaytararkən, dəyişərkən bu cərimələri tətbiq eləməsə, aviakompaniyalar bu sənayedə çox ciddi bir xaos yaranar. Burada 2 səbəb var. Biri, belə deyək, sui-istifadəçilər, ikincisi müştəri məsuliyyətsizliyi. Belə ki, məsələn, bugün müştəri və yaxud da hər hansı bir ölkəyə uçan bir vətəndaş səyahətini planladı, planlamadı, cərimə yoxdur deyib, yəni aviabileti əldə eləyəcək. Bu da nədir yaradır sonunda? Yəni, həm aviabiletlərin süni şəkildə qalxması, yəni təyyarələrdə yer məhdudiyyətinin yaranması, yəni təyyarələrdə yerlərin süni şəkildə doldurulması və qiymətlərin qalxmasına gətirib çıxardır. Çünki burada əgər bugün
Yəni aviakompaniya bu cərimə tətbiqləri eləməsə, təbii ki, yəni vətəndaşlar o bileti cəriməsiz qaytardığı zaman, yəni heç bir cərimə olunmasa, aviakompaniyanın burada böyük risklərlə üzləşirlər. Təbii ki, təsəvvür elə uçuşuna 1 saat qalmış, 2 saat qalmış ki, mən bileti qaytarıram. Bəs o biletin də satılma bir vaxtı var axı. Bəli, burada kommersiya riskləri də var. Aviakompaniya daha öncədən, bir neçə ay öncədən biletləri satırsa, həmin reysi artıq dəqiqləşdirir. Müəyyən xərclər var, onu daha öncədən ödəyir. Artıq uçuşa bir neçə gün qalmış aviabilet qaytarılırsa, artıq burada aviakompaniya böyük zərərlə üzləşir. Bu reysin, belə deyil, ləğvinə qədər gətirib çıxarda bilər. Hətta burada əgər söhbət biletin cəriməsiz dəyişdirilməsindən, qaytarılmasından gedirsə, bu hal kütləvi də ola bilər. Çünki burada böyük risklər yaranır. Təbii ki, bu biletlərin dəyişdirilməsi də tariflərə uyğun olaraq tənzimlənir. Hesab edirəm ki, bu ümumi olaraq, yəni tək bizim milli aviadaşıyıcımız deyil, bütün dünya aviakompaniyaları bu tarif siyasətinə uyğun olaraq cərimələr tətbiq edir. Təbii ki, bu xarici aviakompaniyalar da bizə baxanda daha çox sərtdir, daha çox ciddidir. Çünki biz də belə deyək də, bizim tariflərə nəzər salsaq görərik ki, məsələn də 3 saat ərzində dəyişdirilmə, qaytarılma kimi belə bir şans verir. Yəni tam olaraq cəriməsiz qaytarılma, dəyişdirilmə. Yəni 3 saat ərzində... Əgər bileti almışıqsa, 3 saat ərzində qaytarmaq və ya dəyişdirmək istəyirsə... Tamamən cəriməsizdir. Bu zaman cəriməsizdir. Cəriməsizdir, bəli. 3 saatı keçdirsə, təbii ki, orada tarifə uyğun olaraq cərimələr tətbiq olunur. Yəni bu da bayaq dediyim kimi, yəni bu qaçılmazdır. Çünki bu, belə deyək, süni artımın qarşısını almaqda. Bu da hər kəs üçün aviakompaniyaların belə bir cərimə tətbiqi təbii ki, beynəlxalq təcrübəyə əsaslanır və bu da ona əsaslanır ki, bütün insanların, yəni hər zaman bilet üçün əl çatan, qiymətlər üçün əl çatanlığını təmin edir. Təmin eləsinlər. Rəhman müəllim, bazar gündən başlayaraq ölkəmizdə şəhər salma forumu keçiriləcək və 1000-dən çox media nümayəndələri gələcəklər. Yəni dünyanın müxtəlif ölkələrindən, qeytələrindən qonaqlar təşrif buyurulacaqlar. Ümumiyyətlə, bu ölkəmizin imicinin daha da artmasına gətirib çıxarır, elə deyilmi? Bir də turizm cəlb eləmək baxımından bu cür beynəlxalq tədbirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? Təbii ki, bugün mayın 17-sindən 22-sinə qədər Azərbaycanda baş tutacaq Ümumi Dünya Şəhər Forumunun Azərbaycanda keçirilməsi təbii ki, bugün Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzundan xəbər verir. Təbii ki, nəzərə alsaq ki, məsələn, belə tədbirlərin keçirilməsi üçün kifayət qədər ölkələr var və bunu istəyən ölkələr də var. Amma məhz Azərbaycanda keçirilməsi bu birbaşa olaraq Azərbaycanda belə deyək, həm güvənli bir ölkə olması, eyni zamanda ictimai-siyasi sabitçiliyin olması, bunların hamısı əsas götürülərək belə tədbirlərin Azərbaycanda keçirilməsinə qərar verilir. Təbii bu, yəni biz bunu özümüz təkidlə demirik və yaxud da ki, məsələn, biz bunu kənarlaşdırmırıq. Sadəcə olaraq bizə təklif gəlir, biz bunu qəbul edirik. Çünki təklif də ona görə gəlir ki, seçim olaraq, güvənli bir ölkə olaraq bizi seçirlər. Doğrudur. Təbii ki, belə bir möhtəbər tədbirlərin keçirilməsi Azərbaycan turizmi üçün çox, belə deyək, hədəfli bir reklamdır. Mən turizm üçün gözü ilə baxıram və bunun yəni ən, belə deyək, alternativ reklamı yoxdur. Belə bir tədbirin keçirilməsi, çünki belə deyək, belə tədbirin keçirilməsi bütün dünya mediasında kifayət qədər işıqlandırılır. Hətta xüsusi vurğulamaq istəyirəm, bir aya yaxın bundan qabaq cənab prezidentin Qəbələdə Ukrayna prezidentinin qəbul eləməsi, Çexiyanın baş nazirinin Qəbələdə qəbul eləməsi, bu rəsmi görüşü bütün dünya mediası işıqlandırdı və orada mən bir turizm üçün gözü ilə baxdım. Yəni Qəbələnin füsunkar təbiəti orada öz əksini tapmışdı. Rəhman müəllim, hətta Vladimir Zelenski, Ukrayna prezidenti, belə heyran edici baxışlarla ətrafı seyr edirdi. O da elə bir ki, bir manşetə çevrildi. O həmişə Azərbaycana vurğun olub. Yəni Azərbaycan təbiətini çox sevir. Yəni bilirsiniz, Zelenski də bugün bütün dünyada sözü keçən, belə deyək də, hər zaman gündəmdə olan bir insandır. Onun gedişatını bütün dünya izləyir. Neçədir məşhur da. Bəli, belə deyək, bu qalmaqallarla, müharibələrlə bağlı. Ona görə ümumiyyətlə tək o deyil, yəni bütün dünya liderlərinin Xankəndidə, belə deyək, dünya liderlərinin toplaşması, Şuşada toplaşması. Elə həmçinin Laçının özündə. Cənab Ərdoğanın
belə deyək, Xankəndidə, Şuşada olması onu bütün dünya işıqlandırdı. Pakistanın prezidenti Şuşaya, Xankəndinə gəldi və bir neçə dünya liderlərinin Xankəndidə toplaşması bu bütün Qarabağ bölgəsinin ümumiyyətlə çox belə deyək, əvəz olunmaz bir reklamı oldu. Həmçinin belə deyim də Rəhman müəllim, kənardan baxanda artıq tam olaraq Qarabağda münaqişənin bitdiyi göstəricisi deməkdir. Bu ki, dünya liderləri ora gəlirsə və beynəlxalq tədbirlər keçirilibsə, deməli insanlar da baxıb, turistlər də, xarici qonaqlar da rahatlıqla üst tuta bilərlər o bölgələrimizə. Bunun böyük siyasi motivləri öz yerində. Yəni mən siyasətçi deyiləm, yəni mən o tərəfdən qarışmıyorum. Sadəcə mən amma turizm siyasəti də böyük bir siyasətdir. Əlbəttə ki, yəni bu gün turizmi təbii ki, nəzərə alsaq ki, belə deyək, bir mədəniyyətin bir qoludur, xalqları birləşdirir. Burada iqtisadiyyatda mühüm rol oynayır və iqtisadiyyatda mühüm rol oynayır dedikdə də burada yəni bundan məhdudlaşmır. Burada bilirsiniz, Cənab Prezidentin möhtəbər görüşləri Qarabağda keçirilməsi, yəni ali qonaqlarla Qarabağda görüşməsi, yəni bütün bölgələrdə, Qəbələdə görüşməsi, bu bir növ bütün dünyada investitorlara da böyük bir cəlb edici görsənir. Çox böyük bir, belə deyək, münbit investisiya üçün münbit bir şərait yaradır. Yəni bütün dünya milyarderlərinin Azərbaycana belə deyək, marağı artır, investisiya qoymaq marağı artır. Bu da gələcəkdə yeni iş yerlərinin, yeni belə deyək, müəssisələrin açılmasına gətirib çıxardır. Təbii ki, bu da bütün bunların hamısı hədəflənib ki, yəni regionlarımızda sosial inkişafa biz nail olaq və yaxud da ümumi olaraq, yəni təbii ki, bugün Azərbaycana gələn turistin də bölgələrə axını bölgələrdə ümumi olaraq sosial inkişafa gətirib çıxardır. Rəhman müəllim, ümumiyyətlə bu VUF 13 keçiriləcək dedik, hansı ki Ümumdünya Şəhər Salma Forumu, bu ilk Azərbaycanın ev sahibliyi etdiyi, Bakının ilk ev sahibliyi etdiyi tədbir deyil. Xatırlayırsınızsa, COP-un keçirilməsi bundan əvvəl keçirilən bir sıra tədbirlər. Yəni biz bu demək infrastruktur baxımından, otel sayı baxımından, onların qarşılanması baxımından da bizdə demək, necə deyək, o münbit şərait var. Təbii ki, bu COP29 qədər, yəni bu beynəlxalq Ümumdünya Şəhər Forumu COP29 qədər əhatəli bir tədbirdir. Yəni burada bizim yerləşmə məsələsi ilə bağlı problemlə, heç bir problemlə söhbət gedə bilməz. İstər qarşılanma, yola salmada, istər tədbirin keçirilmə yerində artıq tədbirin təşkilatçıları, belə deyək, tədbirin təşkilatçılığı üçün kifayət qədər, lazımı qədər işlər görülüb, artıq yekunlaşıb. Yəni otellər də tam hazır vəziyyətdədir, yaşa müəssisələri də, yəni artıq qonaqları qarşılamağa, İctimai nəqliyyat üçün. İctimai nəqliyyatda bunlar hamısı təbii ki, bir-birindən vəhdət təşkil edir. Biz yəni bilirsiniz, ümumi olaraq... Nəticə itibarilə biz beynəlxalq tədbirləri, qlobal tədbirləri keçirmək üçün ənənəvi bir ölkəyə çevrilmişik. Kifayət qədər artıq bizdən təcrübəmiz var bu baxımdan. Rəhman müəllim, istəyirəm ki, biraz da çatışmaz tərəfdən keçək. Bugün ümumiyyətlə turizm baxımından bizdə çatışmayan hansı tərəflər var? Yəni varmı elə mənfi bir boşluqlar da varmı ki, onlar bərpa olunmalıdır, yenilənməlidir? Doğruladınız. Əslində mən bunu həmişə analiz eləmişəm. Bizim çatışmayan tərəfimiz, turizmdə çatışmayan tərəflər bizdən asılı olmayan səbəblərdir. Yəni bugün biz kifayət qədər, yəni Körfəz ölkələrində və Asiya ölkələrində Azərbaycan Turizmi, Dövlət Turizmi Agentliyi tərəfindən, Dövlət Turizmi Bürosu tərəfindən kifayət qədər Azərbaycanın tanıdılması üçün işlər aparılır. Amma sonunda bir müharibənin başlaması, fikir verirsiniz, Azərbaycana nə qədər zərərlər vurdu. Bazarımızı itirdik. 10 illərdə əziyyət çəkdiyimiz, o qədər, belə deyək, çəkdiyimiz əziyyətləri bir dənə müharibə gör bizi nə qədər dala saldı. Yəni, tək bu Körfəz ölkələrinin müharibəsi deyildi. Yəni burada Ukrayna-Rusiya müharibəsi fonunda da Azərbaycan turizmində böyük geriləmə oldu. Uzun illərdir Qarabağ işğaldaydı. Azərbaycan münaqişə bölgəsi kimi tanınırdı bütün dünyada. Bu da Azərbaycana gələn turistlərdə müəyyən qədər çaşqınlıq yaradırdı. Bugün dünya dövlətlərinin, yəni belə deyək, Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, sağımızda müharibə, solumuzda müharibə. Yəni sağda İran böyük dövlətdə müharibə, solumuzda Rusiya. Onların mənfi təsirləri qaçılmazdır. Mənfi təsirləri var, amma bundan da əlavə biz yenə də Azərbaycana yeni turist bazarı qazanmaq üçün, yəni kifayət qədər bizim imkanlarımız var. Çünki bugün nəzərə alsaq ki, Rusiya vətəndaşlarının Avropaya çıxışında böyük məhdudiyyətlər var. Rusiya vətəndaşlarının Azərbaycana dəvət olunması üçün, gətirilməsi üçün imkanlarımız var. Körfəz ölkələrinə, yəni Dubay şəhərinə, belə deyək, Abu Dhabiyə, Səudi Ərəbistanı şəhərlərinə olsun, Küveyt olsun, bu şəhərlərə də kifayət qədər turistlər gedirdi. Artıq indi ora turistlərin getməsində çaşqınlıq yaradır. Yəni yeri gəlsə, çox üzr istəyirəm, dünyanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunurdu Dubay.
Bəli. Elə deyilmi? Bəli. Amma bu gün deyərdim ki, dünyanın ən təhlükəsiz şəhəri Eynən. Azərbaycandır. Bakıdır, Şükür. ölkə olaraq Azərbaycandır. Çünki bu gün, yəni yenə bayaq dediyim kimi, sağımızda, solumuzda müharibə gedilən bir vaxtda Azərbaycan səmaları Avropanı, Asiya birləşdirən yeganə belə deyək, güvənli bir məkandır. Bir də Rəhman müəllim, xalq olaraq da, millət olaraq da biz humanist, qonaqpərvər və rəhimli olduğumuz üçün gələn qonaqların heç birinə gözünün üstündə qarşın var demirik. Yəni onları çox belə qucaq açıb qarşılayırıq. Həm də bunun da təsirləri var. Elə deyilmi? Əlbəttə ki, bu bizim milli adət-ənənəmizdir, bizim qonaqpərvərliyimiz, bütün dünya dövlətləri və Azərbaycana gələn turistlərin də dəfələrlə bunu vurğulaması artıq bunu deməyə əsas verir ki, biz bu ənənəmizi hər zaman qoruyub saxlamalıyıq. Bu bizim üçün ən hədəfli, ən önəmli bir reklamdır. Bizim ən böyük reklamımız elə qonaqpərvərliyimizdir. Azərbaycana gələn qonağı yaxşı, belə deyək, fərdi şəkildə yaxşı təəssüratla, yaxşı qarşılayıb yola salsaq, bu yaxşı təəssüratla... Başqalarına deyib dəvət edəcək ki, gəlin Azərbaycan. Hər bir qonaq Azərbaycandan yaxşı təəssüratla ayrılmalıdır ki, yəni yenidən gəlsin və yaxud da ki, ətrafı ilə bərabər Azərbaycana təkrar gəlsin. Aha, Rəhman müəllim, amma etiraf eləyək ki, xidmət sahəsində bizə çox böyük boşluqlar var. Bu, həm nəqliyyatda da belə ola bilər, otel qarşılanması, yaşayış obyektləri. Məncə var, elə deyilmi? Bəs bunu necə biz... Məsələn, belə götürək, elə bir sürətsizlik var. Gedirsən hansısa bir kafe və restorana, o elə bir ki, bir şey sifariş edirsən, mən ən xırda bir nümunəni qeyd edirəm və yaxud da zəng edir, əlaqə saxlayırsan, çox zəif cavab verirlər, çox hərəkətsiz, çox belə, necə deyim, ləng. Bunu necə aradan qaldırmaq olar? Bax, xidmət sektorundakı bu inkişafı daha da artırmaq üçün nə etmək olar? Bilirsiniz, bu ola bilər, mən qədər təcrübəsizlikdən irəli gəlir. Onu yaşa müəssisələrin rəhbərləri, otel rəhbərləri, yəni bugün Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Turizmi Agentlikləri Assosiasiyası mövcuddur ki, bu mütəmadi olaraq davamlı, belə deyək, kurslar təşkil edir, turizm kursları təşkil edir. Bu kursların tərkibində yaşa müəssisələrdir, otelçilikdir, turizm şirkətlərinin əməkdaşları üçün yeni kadr hazırlığı gedir. Yaxşı olardı ki, həm yaşa müəssisələri, otellər, turizm şirkətləri, yəni həmin o Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının belə deyək, kurslarından keçmiş, sertifikatını əldə eləmiş kadrların özlərinə götürsünlər, cəlb eləsinlər və hesab edirəm ki, zaman-zaman bu kadrları artıq təcrübə toplayandan sonra bu məsələdə öz həllini tapacaq. Bir balaca irəliləyiş var, amma məsələn, keçmiş bir 6, 7, 8 ilə nəzər salsaq, daha belə deyim, passivlik var idi bu xidmət sektorunda. Bir balaca dirçəlmə var. Bəli, ilbəil biz bunu şahidiyik. Lənç də olsa, əlbəttə ki, biz bunun şahidiyik. Amma hesab edirəm ki, biz bunu daha da sürətləndirməliyik. Biz Türkiyə təcrübəsindən istifadə eləməliyik. Bəli, yaxşı olardı ki, müəssisələrə mən tövsiyə eləyərdim ki, öz kadrlarını qardaş Türkiyə ezamiyyətə göndərsinlər. 1 aylıq, 2 aylıq. Bu çox önəmli bir şeydir. Otellərdə, restoranlarda, yaşa müəssisələrində, belə deyək, ümumi bu turizm sektorunda, daşımaçılıqda belə təcrübə keçsinlər və bunun qarşılığında gəlib burada öz əməkdaşlarını təkrar bir də örgədəcək. Bu, təbii ki, Türkiyə turizmisinin kopyasını biz yarada bilərik Azərbaycanda. Türkiyədən söz düşmüşkən, adi bir stəkan çayı elə təqdim eləyirlər. Yəni, elə bu göstərişli eləyirlər. Bu da istərsəməz turisti özünə cəlb etmək demək deyilmi? Yəni, bax, burada bizdə bir balaca, siz dediyiniz kimi, onu haradasa, orada gedib, o kurslardan keçib gəlib, burada tətbiq eləmək lazımdır. Bəli, bu çox önəmlidir. Bir düşünün, bir qonaqla sizə gəlir, əgər bəli, xeyr, yox, elə-belə desəz, o elə də sizi yaxşı qəbul eləməyəcək. Təqdim eləmək lazımdır. Siz bayaq gözəl bir şey söz vurguladınız, qonaqpərvərlik. Qonaqpərvərlik təkcə sözlə bu ifadə olunmur. Yəni, sözlə deyirəm, bu əməldə də olmalıdır. Bəli, o çayı qonağın qarşısına necə qoymalısınız, necə təklif eləməlisiniz. Bu çaydan bir neçə müxtəlif cür çaylar var, onu təklif eləmək lazım. Yəni, misal olaraq deyirəm. Yəni, müxtəlif bir, beləcə, çeşidlər təklif olunmalıdır. Bu, artıq bir siz nətərdir, müştəri məmnuniyyətidir. Təbii ki. Müştəri, onsuz da bunların birini seçəcək. Bu, otelə sərf eləyən yox. Məsələn, oteldə otelin əməkdaşı müştəriyə otağı göstərir. Bir neçə otaq göstərir və bir neçə yeməkləri təklif elə. Onsuz da sizin otelə gəlib, sizin oteldə qalacaq. Sizi sərf eləyən otağı satmayın, sizə sərf eləyən yeməyi verməyin. Qoyun, müştəri bunu seçsin. Çünki ikinci dəfə gələndə artıq sizin seçiminizə
baxıb o öz seçimini eləyəcək, sizin təklifinizə baxıb seçimini eləyəcək. Bu məsələ bundan ibarətdir. Çox doğru deyirsiniz. İnşallah yəni bu mövsümdə də çox saylı turistlər ölkəmiz qəbul eləyər. Bu bizim iqtisadi baxımdan yəni ki xeyrimizə həll olmuş olar. Bir də bir sual verəcəm sizə. Bu bizim mövzudan kənardır. Bizim günümüzün mövzusu belədir ki, yaşadığınız ərazi nə ilə məşhurdur? Yəni bölgəniz nə ilə məşğuldur? Doğulduğunuz, bilmirəm siz hansı bölgəmizdənsiniz? Mən Zəngilan rayonundanam. Zəngilan rayonu Cünquşdaq kəndi. Çox dağlıq bir yer idi. Düzdür, bizdə belə deyək ki, Zəngilan bir məşhur olaraq yenə də qonaqpərvərliyi elə bilirəm ki, vətəni elə Zəngilandan başlayır. Çünki Zəngilanlar çox qonaqpərvər olurlar. Və bizdə üzümçülük, kənd təsərrüfatı çox böyük inkişaf etmişdi. Yəni, hesab edirəm ki, bugün də Zəngəzur dəhlizi Zəngilandan keçəcək. Artıq Zəngilanların üzərinə böyük məsuliyyət düşür. Oranın əhəmiyyətini 2 qat artıracaq. Bəli, artıq qonaqpərvərliklərini 2 qat artırmalıdır. Bax, orada da artıq turizmin inkişafı üçün ən əlverişli şərait yaranacaq. Bəli, çünki orada mən elə uşaqlıqdan mən o dağları, meşələri gəzirdim. Orada bütün bulaqlardan su içirdim. Hamısı bütün orada yeraltı mineral bulaqların insan orqanizmi üçün çox böyük müalicəvi əhəmiyyəti var. Hamısı orada Qotur su bulağı var idi. Orada çox bloklar var idi. Deyərdim, o blokların hamısı insan orqanizminə, yəni müalicəvi əhəmiyyəti var idi. Hesab edirəm ki, gələcəkdə yəni Kəlbəcərlə, belə deyək, Laçınla bərabər Zəngilanda da belə ümumi olaraq termal xarakterli sanatoriyaların tikilib istifadəyə verilməsi mən zəruri hesab edirəm. Yəni bu əski Sovetlər Birliyi zamanında da Qotur su deyilən bir yer vardı. Bəli, bax, mən belə adını eşitmişəm. Bəli, yəni o çox mükəmməl bir müalicəvi əhəmiyyətli bir sudur. Çox sağ olun, Rəhman müəllim, gəldiniz, belə enerji qatdınız verişimizə. Təşəkkür edirəm və deyirəm ki, Zəngilana daxil olaraq bütün Azərbaycana eşq olsun. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm, sağ olun.